ümmətin cəəlnə mənsəkən. Allah Teala buyurur ki, Peyğəmbərə ki, hər bir ümmət üçün, hər bir xalq üçün, hər bir qövm üçün bir ibadət ayini var. Likulli ümmətin cəəlnə mənsəkən. Hum nasikuh. Allah Teala buyurur ki, onlar o həmin yolla da gedirlər. Onlar həmin yolla gedirlər, həmin yolla ibadət edirlər. Fəla yunazi'unnəkə fil əmr. Peyğəmbər, onlar səninlə mübahisə etməsinlər. Onlar səninlə mübahisə etməsinlər. Quran-ı Kərimin ayələrinə baxsaq, deyir ki, Peyğəmbərə Allah Teala, deyir, Peyğəmbər, onlara denən ki, sizin öz əməliniz var. Mənim öz əməlim var. Bizim öz əməlimiz var. Onlarla çəkişməklə, onlarla mübahisə etməklə və hətta mübahisə etdiyin zaman və cadilhum billəti hiyə əhsən, xoş məqsədə görə onlarla mübahisə etkinə. Məqsədin haqqı çatdırmaq olsun, məqsədin haqqı demək olsun, haqqı izah etmək olsun. Məqsədin olmasın ki, mən bunları bağladım. Bunlar mənə söz tapa bilmədilər deməyə. Yox, məqsəd bu deyil. Məqsəd haqqın çatdırılması olsun. Və Allah Teala buyurur ki, likulli ümmətin cəəlnə mənsəkən. Hər bir ümmət üçün bir ibadət ayini qərar verdik. Hum nasikuh. Onlar da onun dalıca gedirlər, o cür ibadət edirlər. Fəla yunazi'unnəkə fil əmr. Onlar bu işlər barəsində səninlə çəkişməsinlər. Vəd'u ilə rəbbikə. Çağırgınla səni Rəbbivə tərəf. Sən Rəbbivə tərəf çağırgınla. Vəd'u ilə rəbbikə. Sən Rəbbivə tərəf çağır. İnnəkə lə'alə hudən müstəqim. Həqiqətən sən doğru yoldasan. Müstəqim hidayətdəsən. Sən doğru bir hidayətdəsən. Allah Teala bu həmin ayədə bu cür buyurur. Və təbii olaraq hər kəs ki, doğru yola çatmaq istəyirsə, hər kəs ki, haqqa çatmaq istəyirsə, gərək Peyğəmbər sallallahu itaət etsin. Allah Teala buyurur. Və